Bugün Azərbaycan xalqı 20 yanvar faciəsinin ildönümünü anır. Məhz bu gecə 1990-cı ildə Rus qoşunları tərəfindən Bakıda dinc əhali qətlə yetirildi. 20 yanvar faciəsinin xatirəsini dövlət qurumları və vətəndaşlar tərəfindən şəhidlər xiyabanında yad edilir və şəhidlərin ruhu ehtiramla anılır. 20 yanvar faciəsi Azərbaycan xalqının azadlığı və milli iradəsinin simvoludur. Bugün Azərbaycan xalqı 20 yanvar faciəsinin ildönümünü dərin hüzün və ehtiramla anır. 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı ağır hərbi cinayət törədilib. Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla onlarla insan qətlə yetirilib. Yüzlərlə sakin yaralanıb. Faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının nümayəndələri, ictimai təmsilçiləri və minlərlə vətəndaş şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyur, onların əziz xatirəsini dərin ehtiramla yad edirlər. 20 yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixə nəzər saldıqda və şəhidlər xiyabanında olduqda həm 20 yanvar faciəsinin eyni zamanda Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi, bütün bu müddət ərzində Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi, Azərbaycanın müstəqilliyi uğrunda çox saylı verdiyimiz qurbanlar, şəhidlərimizin hamısının əziz xatirələrini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV xəbər.